Salamlar, vaxtınız xeyir olsun. Hazırda Avropanın meteoroloji peyk görüntülərinin son məlumatlarının təhlilləri yayınlanır. Hazırda Xəzər dənizi ərazisində ekstratropik tipli siklon sisteminin aktiv şəkildə inkişafı müşahidə edilir. Nəticədə artıq Xəzər dənizinin mərkəzindən keçən bu ekstratropik siklon sisteminin nüvəsinin təsirindən artıq bütün yağıntı buludlarının hazırda Azərbaycanın xüsusilə də şərq rayonları ərazisində aktiv şəkildə dövran vurduğu müşahidə edilir. Yəni bu ekstratropik siklon sistemləri daha çox okeanlarda formalaşan qasırğaların bir kiçik bir növüdür. Yəni belə qasırğaların bir kiçik bir növünə uyğun gəlir bu parametrlər. Nəticədə bu sistem artıq qasırğa şəklində hazırda Xəzər dənizi üzərində aktiv şəkildə inkişaf edir və bu sistem artıq Xəzər dənizindən davamlı olaraq yağıntı buludlarını, yəni topa yağış buludlarını, laylı yağış buludlarını davamlı olaraq xüsusilə də Xəzər dənizinə yaxınlaşan şərq rayonlarına və Bakıya doğru daşıyır. Mart ayının 29-u günorta saatlarına qədər olan müddət ərzində Bakıda leysan yağışları davam edəcək. Mart ayının 28 gün ərzində yağışın arabir intensiv və güclü olması gözlənilir. Nəticədə artıq xüsusilə də Bakının bir sıra ərazilərində hazırda su basma hadisələri müşahidə edilir və bu su basmanın da yaxın saatlarda bir qədər də artması ehtimalı var. Çünki martın 29 günorta saatlarına qədər olan müddət ərzində leysan xarakterli yağışlar Bakıda aktiv şəkildə davam edəcək. Sistem artıq 24-48 saat ərzində aktiv şəkildə inkişaf edir və bundan sonra da edəcək. Nəticədə martın 29-u gündüz saatlarına qədər olan müddət ərzində artıq Bakıya çoxillik maksimal həddən dəfələrlə artıq bir yağıntının yağması gözlənilir. Artıq rekord qırılıb. Mart ayının çoxillik iqlim göstəriciləri ilə müqayisədə hazırda Bakıya yağan yağıntının miqdarı bu saatlar olan məlumata əsasən normadan 5-7 dəfə çoxdur. Artıq Mart ayının xüsusilə də 29-cu gündüz saatlarına qədər olan müddət ərzində davam edən leysanların artıq bu rekordu normadan 7-8 dəfəyə qədər artırması ehtimalı da gözlənilir. Artıq iqlim dəyişikliyi nəticəsində bu tip proseslərə qarşı qabaqcıl tədbirlərin görülməsi vacib sayılır. Xüsusilə də yollardakı su kollektorlarının çox ciddi şəkildə yenidən qurulması vacibdir. Eyni zamanda erkən xəbərdarlıq sistemlərinin də qurulması və bir qədər nə qədər tez bu sistem qurulsa o qədər daha yaxşı olacaq. Çünki artıq iqlim dəyişikliyi nəticəsində ildə artıq bir neçə dəfə bu tip ciddi ekstratropik siklon sistemlərinin artıq Xəzər dənizindən keçərək Azərbaycanın ən çox da Böyük Qafqazın şimal-şərqi yamacları olan Quba, Qusar, Xasmaz, Dağlıq Şirvanda, eyni zamanda Xızıda, Siyəzəndə və Bakı, Abşeron, Sumqayıt, Bakının ətraf qəsəbələrində çox ciddi rekord yağıntılar səbəb olması ehtimalı gözləniləndir və bu proses yaxın dövrdə, yaxın gələcəkdə daha da aydın şəkildə müşahidə ediləcək. Bu barədə ümumi olaraq yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq. Avropanın İCMWF hava tədqiqatları mərkəzinin model proqramlarının yenilənmiş məlumatların təhlillərinə əsasən hazırda bu modeldə biz yağıntının intensivliyi haqqında ümumi məlumatlar sizin diqqətinizi çatdırırıq. Mart ayının 28 gün ərzində və martın 29-u günorta saatlarına qədər olan müddət ərzində Bakı, Abşeron, Sumqayıt ərazisində və Azərbaycanın şimal-şərq rayonlarında Quba, Qusar, Xasmaz, Şirvan, Dağlıq Şirvanda, eyni zamanda Xızı, Siyəzən, Bakı, Abşeron, Sumqayıt, Bakının ətraf qəsəbələrində leysan xarakterli yağışlar davam edəcək. Xüsusilə də bu prosesə daha da geniş olaraq nəzər salsaq biz görərik ki, ən çox da Bakı, Abşeron ərazisindəki yağıntıların martın 29-u günorta saatlarına qədər olan müddət ərzində aramsız şəkildə yağması gözlənilir. Yəni xüsusilə də ekstratropik siklon sisteminin artıq Xəzər dənizindən Bakı ərazisinə doğru daşınması müşahidə edilən leysan xarakterli yağış buludlarının intensiv topa yağış və laylı yağış buludlarının artıq Bakıda aramsız yağışlar səbəb olması müşahidə olunur. Artıq bu proses Mart ayının 28 gün ərzində davam edəcək. Mart ayının 28-dən 29-dan keçən gecədə intensiv leysan Bakıda davam edəcək. Mart ayının artıq 29-u günorta saatlarında isə bu prosesin tədricən zəifləməsi gözlənilir. Çünki artıq ekstratropik siklon sistemi artıq tədricən gücünü zəifləyəcək və artıq bu sistem bölünməyə başlayacaq. Lakin ekstratropik siklon sisteminin Xəzər dənizi üzərindəki qarıqlarının Mart ayının 29-u 30-u və 31-də də aktiv olması ehtimalı var. Nəticədə Mart ayının 29-u 30-u və 31-də də Azərbaycanın xüsusilə də şimal, qərb, şimal-şərq rayonlarında yenidən lokal leysanın yağması ehtimalı var. Bakıda əsas
intensiv yağıntılar martın 29-u günorta saatlarına qədər davam edəcək. Martın 29-u günorta saatlarına qədər olan müddət ərzində Bakıdakı intensiv leysanın təsirindən hazırda su basmaya məruz qalan ərazilərdə su basmanın daha da artması gözləniləndi. Artıq xüsusilə də Bakının ətraf qəsəbələrində ciddi su basmaları müşahidə edilir. Çünki Abşeron ərazisində ümumilikdə əvvəlki dövrlərdə göl ərazilərində tikilən evlər artıq bu təbii fəlakət nəticəsində yağan yağışların bir xeyli artması fonunda, yəni mart ayının çoxlu göstəricilərindən 5-7 dəfə artıq düşən yağıntılar artıq qurun sularının da artmasının səbəb olan nəticədə yağış sularının həm də qurun sularının təsirindən Abşeron ərazisindəki bir sıra qəsəbələrdə artıq su basma hadisələri müşahidə edilir. Hazırda faktiki olaraq Bakıda leysan davam edir və bu leysanın təsirləri nəticəsində mart ayının 29-u günorta saatına qədər olan müddət ərzində Bakıda yağıntı intensiv və güclü olacaq. Gördüyünüz kimi modellər göründüyü kimi artıq martın 28-29-cu gecə də topa yağış qurumlarının intensiv inkişafı nəticəsində Xəzər dənizindən başlayan sistem artıq Bakıda yenə də intensiv leysanlara səbəb olacaq. Mart ayının artıq 29-u günorta saatlarında isə bu sistemin tədricən zəifləməsi gözlənir. Bu günlük bu qədər. Növbəti günlərdə atmosfer proseslərində müşahidə edilən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatların təhlilləri yayınlanacaq.